Dua və beyin. Olmadı da bu qərar eləyirsən, sən. Dua nədir, beyin nədir, nə danışır bu? Ki, deyirəm ki, dua və beyin. Həqiqət olaraq eləyirsən, sən. Olmadı bu qərar. Deyirəm ki, dua və beyin. Və indi onun əlaqələrini araşdır. Bəli, cırtdanın işığa gedən yolunda sizə işığa tərəf getməyi arzuluram. Divə tərəf yox. Dua və beyin arasında əsas əlaqə mexanizmi. 1. Diqqətin fokuslanması. Dua zamanı insan gündəlik səs-küyü kəsir, diqqətini tək bir məna üzərinə cəmləyir. Bu zaman beyində prefrontal korteks aktivləşir, diqqət, qərar vermə və özünə nəzarət güclənir. Beyin bunu təhlükəsiz rejim kimi qəbul edir. 2. Stres hormonlarının azalması. Dua, meditasiya və zikr zamanı kortizol, stres hormonu azalır. Parasimpatik sinir sistemi aktivləşir. Bu da ürək döyüntüsünü yavaşladır, nəfəsi dərinləşdirir, bədəni sakitləşdirir. Yəni, dua bioloji sakitləşmə siqnalıdır. 3. Təkrarlanan sözlər şuuraltına təsir edir. Dua çox vaxt eyni sözlərin eyni ritmdə təkrar edilməsi deməkdir. Bu isə hipnozvari vəziyyət yaradır. Şuuraltına birbaşa təsir edir. Beyin təkrarı həqiqət kimi kodlayır. Məsələn, Allah mənimlədir. Beyində təhlükəsizlik hissi artır, qorxu azalır, inam artır. 4. Plasebo effekti. Amma real nəticə ilə. Elm bunu təsdiqləyir. Beyin inandığı şeyi bədəndə reallaşdırır. Dua edən insan tək olmadığını hiss edir, nəzarətin yuxarıdan olduğuna inanır, bu isə ağrını azaldır, xəstəliklərlə mübarizəni gücləndirir, psixoloji dözümlülüyü artırır. Bu xəyal deyil, bu neyrobiyoloji reaksiyadır. 5. Mənəvi dil, beynin simvolik dili. Beyin məntiqdən çox simvol və məna ilə işləyir. Allah, dua, ilahi, güc, bu kimi anlayışlar beynin ən dərin qatlarına toxunur. Uşaq yaşlarında kodlandığı üçün bunlar çox güclüdür. Dua, beynin özünü tənzimləmə algoritmasıdır. Qısa xülasə. Dua, beynin diqqətini fokuslayır, qorxunu azaldır, şuuraltını proqramlaşdırır, bədəni sakitləşdirir, insana mənəvi dayaq hissi verir. Ona görə də fərq etməz din adıyla, meditasiyayla, yoga ilə və yaxud da şamanlara və yaxud da kimə istəyirsən. Dua elə əzizim, dua elə ki, hər şey yaxşı olsun. Bəli, şükür elə, dua elə. Bunlar bilmirəm, haradasa, yuxarıda səni dinləyən və eşidən bir qurban olduğun var, yoxdur. Amma içəridə bir qurban olduğun var, bir həqiqət var. O səni o dualarına çatdıracaq. Özvə dön, içvə dön. Hər şey səndən başlayır, hər şey səndə bitir. Dua göydə qurban olduğuma yox, içindəki qurban olduğuma istiqamətlənmiş bir şeydir. Bunu da dedim, bu da məndən sizə hədiyyə. Əsas odur ki, mənim xalqım aydınlansın. Uğurlar.